Konversiyon pozuntu nədir ümumiyyətlə? Konversiyon pozuntu psixiatrik bir pozuntudur. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur. Psixiatrik bir xəstəlikdir. Daha doğrusu, daha detallı desəm, nevrotik xəstəliklər qrupuna daxil edilir. Yəni, psixotik xəstəlik deyil. Psixoz müşahidə olunmur. Nevrozların köhnə nomenklaturaya desək, ora aid edilir. Köhnə nomenklaturada konversiyon pozuntuya isterik nevroz da deyilirdi. Cəmiyyət arasında isə konversiyon pozuntu zamanı yaranan tutmalara qıcı olma halları, bayılma, ürək getmə, huşun itirilməsi deyə adlandırılır. Lakin ən çox konversiyon pozuntu zamanı müşahidə olunan tutmalar epilepsiya xəstəliyi zamanı müşahidə olunan tutmalarla qarışdırılır. Bəzi kliniki müşahidələr zamanı görürəm ki, həqiqətən də pasiyent deyir, doktor, bəs bu illərdir epilepsiya diaqnozu adı altında müalicə oldu. Siz deyirsiniz ki, bu konversiyon pozuntudur. Bəli, deyirəm, konversiyon pozuntudur. Çünki bu xəstəliklər o qədər yanaşı olaraq kliniki, belə deyək ki, mənzərə, bəli, göstərir. Oxşarlıq göstərir ki, bunları bəzən belə deyək ki, sırf həkim psixiatrın müşahidəsi altında təyin edilir. Biz pasiyenti necə müşahidə edirik? Pasiyent gəlir, bizə ambulator şəraitdə müraciət etmiş olur. Yəni, bəzən öz ayağı ilə gəlir, bəzən də yaxınlarının qucağında elə inanırsınız, tutma, məsələn, koridorda baş verirsə qucağına alır pasiyenti və yaxud da ki, elə əlil arabasında qaldırmış olurlar müayinə otağına. Və yaxud da ki, biz bunu ağır hallarda, bəzən stasionar şəraitdə, acil şöbələrdə, reanimasyon şöbələrdə, huşunu itirmiş vəziyyətdə bəli görə bilirik. Orada da diferensiyasiya etmək üçün psixiatr olaraq konsultasiya edirəm. Nədən gedir söhbət? Bu zaman nəyə fikir veririk? Pasiyenti obyektiv olaraq müşahidə edirəm. Nəyi? Pasiyentin tutmasına, tutmanın xarakterinə, onun müddətinə, tutma zamanı şəxsin huşuna, düşüncəsinə, ətrafa reaksiyasına diqqət yetirilir. Bu tutma hansı formada olan bir tutmadır? Eyni vaxtda şəxs danışa bilirsə, şəxsin özünün şikayətlərini dinləyirəm. Danışa bilmirsə tutma müddətində yanında gələn yaxın qohumları, ailə üzvlərindən şəxs haqqında anamnez deyirik, biz sorğu toplayırıq. Tutma, məsələn, xəstəlik neçə vaxtı başlayıb, neçə müddətdə müalicə eləyirsiniz, hansı dərman preparatları qəbul edib, hansı dozada qəbul edibdir, xeyri varmı müalicənin, nə istifadə eləyibdir deyə tam şəkildə 30-40 dəqiqə müayinəmdə olur. Hər bir pasiyent 30-40 dəqiqədən sonra diaqnoz təyin edilərək müalicə tətbiq edilir. Və belə deyək, çox yaxşı üz güldürücü belə deyək, nəticə olur. Konversiyon pozuntu, konversiya sözü nə deməkdir ümumiyyətlə? Konversiya sözünün mənası latınca çevrilmə deməkdir. Bu nə deməkdir? Konversiyon pozuntu patogenetik olaraq necə başlayır? İlk növbədə bunlara aydınlıq gətirir. Yəni əlamətləri də söyləyəcəksiniz. Bəli, hal-hazırda ora giriş edirik. Konversiyon pozuntu patogenetik olaraq bu zaman şəxsdə yaranmış olaraq daxili stres, əsəbilik, qıcıqlıq, həyəcan, qorxu, təşviş, təlaş, bir tədirginlik yaranır. Bu halları beyin bu hallarla mücadilə apara bilmir, mübarizə apara bilmir və yaranmış bu hallarla əlaqədar olaraq beyin bunda yaranmış bu narahatlığı aradan qaldırmaq məqsədi ilə bədənə sirayət eləyir. Bədən dili ilə ifadə olunur. Yəni, fiziksəl, bədənsəl əlamət yaranır. Hərəki və motor reaksiyalar formalaşır. Nə baş verir? Konversiyon pozuntu zamanı şəxsdə bu zaman bədənində əsmə, tərləmə, titrəmə, tremor yaranır. Şəxsin bütün bədəni əsmiş vəziyyətdə olur. Üşütmə, soyuma yaranır, temperatura yüksəlir, istilik basma yaranır. Şəxsin bütün bədən boyunca hissiyat dəyişilir, hissiyat pozulması yaranır. Şəxsin bədənində və əllərində və ayağında uyuşma, keymə, qarışqa gəzmə, iynə batırma, əllərin bu caynaq formasında yığılması, uyuşub belə qalır bir neçə dəqiqələrdən, hətta bəzən bir saata qədər. Doktor, ayaq üstə qala bilirlər, yoxsa yıxılırlar? İki halda müşahidə oluna bilər. Bunlar həm ayaq üstə baş verə bilər tutma, ayaq üstə baş verən zaman tutma, bəzən gözünü bir nöqtəyə zilləyib baxır, sanki fikrə gedir, amma ətrafı eşidir, lakin cavab verə bilmir. Pasiyentimin dilindən deyiləcək sözü deyəcəm. Doktor deyir, eşidirəm, amma halım heyim olub cavab verə bilmirəm. Və yaxud da bayılmış vəziyyətdə ola bilirlər. Epilepsiyadan fərqli olaraq bu zaman, indi mən müqayisə eləyəcəm, hələ ki söyləyirəm. Tutma zamanı şəxsin dizləri bükülür, sakit halda yumuşaq bir yerə bayılırlar. Amma bu o demək deyil ki, şəxs özü qəsdən eləyir.
bunun iradəsindən asılı olmadan bir gücsüzlük yaranır. Sanki özünü qoruyurmuş kimi yumşaq bir yerə yıxılır və yaxud da sakit halda yıxılır. Bu epilepsiyanın əlamətidir. Konversiyan pozuntunun sakit halda və bu zaman sıyrıntı, cızıq, qanama müşahidə olunmur. Şəxs travma almır. Həmçinin bu zaman şəxsdə dilin tutulması, kəkələmə, danışa bilməmə, nitq ləngiməsi müşahidə oluna bilər. Eyni vaxtda olaraq bu hallar bəzən körlük müşahidə olunur. Şəxs görməyə bilir. Biz buna isterik körlük deyirik. Bəzən eşitməyə bilər. Biz buna isterikarlıq deyirik. Və irəliləyən etaplarda şəxsdə depressiv fon formalaşır. Şəxsin əhval-ruhiyyəsi çökür, özünə qapanır, zövq alınması azalır, maraq dairəsi aşağı enir. Şəxs əvvəllər zövq aldığı aktivitələrindən, əyləncələrindən, məsələn, gedirdi hardasa bir geyim alıb geyinirdi, zövq alırdı, ondan zövq ala bilmir. Xoşladığı yeməyi yeyirdi, zövq alırdı, ay deyirdi, bunun dadı tamı nə gözəldir. Artıq onun dadı tamı belə ağzında dada bilmir. O zövq ala bilmir. O zövq ala bilmir. Biz buna deyirik anhedoniya. Enerji potensialı aşağı düşür. Şəxs yatağından durub gəzə bilmir. Mən bu oturduğum stoldan qalxıb gəzə bilmirəm. Halım heyim olmur. Biz buna avalyusiya deyirik. İrəliləyən etaplarda qidalanma pozulur, cinsel disfunksiya yaranmış olur. Həmçinin qidalanma pozulması fonunda şəxsin çəksi aşağı düşmüş olur. İrəliləyən etaplarda şəxsdə rutin həyatı pozulur, funksionallığı pozulur. Artıq cəmiyyətdə öz iş yoldaşları ilə, ailədə ailə üzvlərinə münaqişə və mübahisəyə meyilli olurlar. Şəxsin funksionallığı pozulur. Akademik bacarıqlara, əgər bu məktəblidirsə, tələbədirsə, artıq dərslərini, diqqətini cəmləyib icra edə bilmir və nəticə etibarilə anlama, qavrama, yadda saxlama. Deyir, unutmuşam, doktor. Elə nə deyir, bu qapıdan o tərəfə keçən kimi unuduram. Dediyim bu klinik əlamətlər 15-20 dəqiqədən bu tutmalar konversiya zamanı 15-20 dəqiqədən bəzən 2-3 saata qədər, bəzən saatlarla, bəzən müayinəmə gələn pasiyentin yaxınları deyir, doktor 2-3 sutkadır yatıb ayıla bilmir. Yatsa belə fizioloji aktları, yəni tənəffüs baş verir, nəfəs alıb verə bilir, ürək döyünə bilir. Lakin epilepsiyadan fərqli olaraq qeyri-iradi sidik və nəcis ifradı müşahidə olunmur. Ağızdan köpük gəlmir. Burada nədən gedir söhbət? Mən mövzuya girmişkən konversiyon pozuntu ilə epilepsiya vaxtı müşahidə olunan tutmaları fərqləndirəcəm. Əsas məsələ. Çünki çox qarışdırılır, çox oxşar mövzulardır. Bax, siz bizə çox yazırdınız ki, bu diaqnozlar var, konversiyon pozuntu məndə, ailə üzvümdə, yaxınımda, qonşumda, iş yoldaşımda və epilepsiya ilə də bağlı çox yazırsınız. Bu hər bir yaşda müşahidə oluna bilər. Ona görə ekrana daha yaxın əyləşin. Əgər bu cür əlamətlər varsa, vaxt itirmədən həkim psixiatra müraciət etmək şərtdir. 050-377-422-099-377-54-22 dəyərli həkim psixiatrımız Aytən Namazovanın əlaqə nömrələridir və diqqətlə dinləyirik doktorumuzu. Buyurun. Çünki nəyə görə vurğuladım? İllərdir epilepsiya diaqnozu adı altında antikonvulsiv dərman preparatlarından, molekulaların adını söyləyəcəm. Valproat asid, karbamazepin, klonazepam, pregabalin tipli dərmanlardan tutmaları dayandırmaq üçün istifadə olunur. Lakin bunlar müvəqqəti sakitləşdirir. 15 gündən sonra bir də tutma başlayır. 2 gündən sonra bir də tutma başlayır. Yəni bu demək ki, müalicə etmir, sadəcə sakitləşdirir. Çünki diaqnoz doğru qoyulmayıb Günay xanım. Diaqnoz doğru qoyulmayıb. Müalicədə qızılı standart var. Düzgün təyin edilmiş diaqnoz, düzgün dərman preparatının seçilməsi, pasiyentə individual dərman preparatının yəni seçilib, xəstəliyə yetərli dozada, terapevtik dozada verilməsi və daha sonra isə artıq müalicənin həkim nəzarəti altında həkimin dediyi müddətə qədər sürdürülməsi. İndi nəyə izah eləyəcəm? Konversiyon pozuntu zamanı müşahidə olunan tutmaların epilepsiya zamanı müşahidə olunan tutmalardan fərqi nədir? Birincisi, konversiyon pozuntu psixiatrik bir pozuntudur. Konversiyon pozuntu zamanı beyində dəyişiklik olmur adətən. Lakin istisna hallar var. Bəzən şəxs avtoqəza keçirir, gedir kimləsə dalaşır, döyülür, beynində travma yaranır və yaxud da ki, şəxs belə deyək ki, hər hansısa bir kəllə beyin travması alır. Üzvü bir fon yaranır, baş beyin MRT, KT, EEG müayinəsi zamanı bu zaman patologiya aşkarlanır. Epilepsiya isə nevroloji xəstəlikdir. Buna biz beynin, yəni ocaqlı, orqanik patologiyasıdır beyində, orqanik bir üzvü xəstəlikdir. Bu zaman baş beynin MRT, KT müayinəsində ocaq və ya törəm aşkarlana bilər
Və yaxud da EEG müayinəsi zamanı teta dalğaları aşkarlanır. Lakin burada da bir istisna var. Epilepsiyanın elə növləri var ki, orada baş beyin müayinə üsulları zamanı heç nə aşkarlanmır. Biz buna abortiv və ya silinmiş forma deyirik. Bu halda diaqnozu özünü göstərmir, gizli qalır. Sadəcə biz bunu klinik müşahidə ilə pasiyentin yaxınlarının bizə təqdim etdiyi video görüntülərə baxırıq. Pasiyentin yaxınlarının anamnezini dinləyirik. Tutma neçə müddət davam edir, neçə dəqiqə, neçə saniyə olur, hansı, nə formada olur, bayılırmı, necə olur? Yəni tutmanın xarakterini öyrənmiş ola bilirik və bunun fonunda diaqnoz qoyuruq. İkinci əsas əlamət tutmanın mühiti. Konversiyon pozuntu zamanı şəxs tutma adətən toplum yerlərdə, kütləvi yerlərdə, evdə və ya olursa kimsə olanda olur. Tək halda müşahidə edilmir adətən. İstisna hal var. Üzvü mənşəli dissosiativ konversiyon pozuntuda düşüncə getdiyi üçün bəzən olar ki, gecə vaxtı da tutma ola bilər. Epilepsiya zamanı isə tutma istənilən vaxtı tək halda olduqda belə, yuxuda olduqda belə, misal olaraq gicgah epilepsiyasını göstərəcəm, olduqda belə müşahidə oluna bilər yuxuda. Üçüncü əsas fərq müddətidir. Konversiyon pozuntu 15-20 dəqiqədən 2-3 saata qədər, bəzən sutkalarla, günlərlə davam edir. Müayinəmə pasiyent gəlir, əlil arabasında xərəkdə gətirirlər ki, doktor, ayılmır. Nə qədər eləyirik, yəni sakitləşmir, ayıla bilmir. Epilepsiya zamanı isə tutmalar 2 belə deyək dəqiqədən, 3 dəqiqədən 5 dəqiqəyə qədər davam etmiş ola bilər. Yəni o qədər də uzun müddətdə olmur. Bəli. Konversiyon pozuntu zamanı şəxs necə olur baş verir bayılma? Bu zaman şəxs dayanır yerində, bədənində əsmə, tərləmə, titrəmə, qıc olma, ətrafı dağıdır, tökür, vurur, sındırır, dağıdır. Hətta üzünü, başını yolur, saçını yolur, üzünü cırır. Ətrafda kimsə ona kömək eləmək istəyəndə müqavimət göstərir, itələyir, bəli. Və tutmaya girmiş olur. Epilepsiya zamanı şəxsdə bir aura yaranır ki, o tutmanı hiss edir, amma ondan sonra artıq küt vəziyyətində tutma baş verir. Dumanlı şəkildə olur, bəli. Konversiyon pozuntu zamanı tutma müddətində şəxsin düşüncəsi, huşu, yəni şuur aydın olur. Yenə deyirəm, istisna hal var, yenə üzvü mənşəli dissosiasiyada. Dissosiasiya sözündə düşüncə gedir, yəni düşüncə itir. Yəni, belə deyim, çaşdırmayın biz izləyənləri ki, konversiyon pozuntu zamanı şəxsin huşu aydın olur. Yəni, şəxs tutma müddətində nə baş verir? Şəxs ayılandan sonra soruşursan, sənə su deyir, mənə yardım eləyirdilər, çağırırdılar, amma halım heyim olub cavab verə bilmirdim. Epilepsiya zamanı şəxs tutma müddətində heç nəyə xatırlamır, huşu aydın olmur. Yəni, ətrafda nə səs gəlsə, kim nə danışsa, onu bilmir, eşitmir. Konversiyon pozuntu zamanı ayılanda necə ki tutmaya girmişdi, ətrafı dağıdıb, vurub sındıraraq, elə formada da ayılır. Bəzən konversiyon pozuntunun elə növləri var, sanki elə bir musiqi qoyub oynayırsan, rəqs eləməyə başlayır şəxs. Və yaxud da qəhqəhə çəkib gülür. Bəzən deyirlər, doktor, bu nədir, şizofrenikdir. Öz-özünə niyə gülür, bəli. Şizofrenikdir. Buradan bir giriş eləyim yeri gəlmişkən. Cəmiyyətimizdə ən çox deyilən bir termin var. Filan kəsin bədəninə cin giribdir, cini çıxardaq, vergi verilibdir, əməl olunubdur, nə bilim, çıldağa aparaq və yaxud da psixoloqa aparaq. Ən qədər bizə gələnə qədər bir sıra ixtisaslı həkimlərdə müalicə olunurlar, heç bir effekt olmur. Çünki bunun müalicəsi sırf psixiatr tərəfindən aparılmalıdır. Bunun bədəninə cin girməyib. Cəmiyyətimizdə bəzi insanlar elə bilir ki, bu ona görə belə sirkələnir ki, adamın bədəninə cin girib onu tərpədir. Xeyr, bu beyində dopamin neyromediatoru miqdarı artır, psixotik bir hal yaranır, şəxs psixoza girir. Dissosiativ konversiyon pozuntu zamanı da şəxsin gözünə nəsə görülə bilər, şizofreniyadakı kimi, qulağına səslər gələ bilər, amma bunları diferensiyasiya etməliyik. Heç kəs sığortalanmayıb bundan, düşünürəm, gülmək də lazım deyil. Burada bir beyin kimyası pozulur və hər kəsin başına gələ bilər, Allah qorusun. Ona görə bəzən o ağır streslərdən sonra, bəzi insanlarda görürsən ki, ağır travmalardan sonra müəyyən dəyişikliklər olur. Xüsusən də bu avtomobil qəzalarından sonra, hər hansı bir əşyanın başına düşməsindən sonra yaxınlardan çox xahiş eləyirik. Diqqətli olsunlar həmin insanlara qarşı. Həmçinin nə halda, əlavə eləyim sözünüzə qüvvət olaraq Günah xanım. Narkotik maddələrdən, maddə asılılığı olanlar, bəzi psixotrop dərmanları sui-istifadə edən şəxslərdə
aşırı dərəcədə energetik içki qəbul edən yeniyetmələrdə, gənclərdə, yeniyetməlik çağından cinsi istismara, cinsi təcavüzə məruz qalan yeniyetmə qız uşaqlarında böyüdükdə ola bilər. Travmalar yaşayan insanlar. Hamiləliyin birinci hamiləlikdən, ikinci hamiləlikdən sonra xüsusən hamiləliyin 3-cü, 4-cü ayında müşahidə olunur. Bəzən ana deyir, mənim qızımda heç nə yox idi ki, elə bu doğdu, doğandan sonra parti pozuldu. Üzr istəyirəm sözümə görə, deyir başı xarab oldu. Bəli. Başı xarab olmadı, burada artıq proses gedir və bunu vaxtında qarşısına alsaz, o insanı yenidən həyata qaytara biləcəksiniz. Bunu da vurğulayım ki, müayinəmizə gələn hər bir şəxsdən ailə üzvlərinin kim olduğunu soruşuruq. Qaynanadır, qaynatadır, atandır, anadır. Yəni, çünki müayinəmizə necə başlayacaq? Hansı anamnezi toplamalıyıq, hardan başlamalıyıq? Bunların hər birinə diqqət yetirilir. Yəni, bizi izləyəndə narahat olmasınlar. Bəli, heç narahat olmasınlar, məxfilikdən də narahat olmasınlar. Aytən xanımla artıq 2-ci ildir ki, biz müxtəlif mövzularda hər həftənin cümə günü müzakirələr edirik və bu müddət ərzində inanın o qədər xoş geri dönüşlər alırıq. Elə peşə sahibləri bizə yazırlar ki, inanın, mən təbii ki, bunu buradan deyə bilmərəm. Bəzən özləri deyirlər, yazırlar, mən filan işdə işləyirəm, mən filan kəsəm, mən filan kəsəm. Biz sizin efirinizdə Aytən xanımı gördük və biz onun yanına getdik. Dediyiniz kimi var, məni bu vəziyyətdən qurtardı. Bəzən elə pozuntular olur ki, biz hərdən doktorla danışanda insan çox belə təşviş hissi keçirir ki, bu hər bir ailədə yaşana bilər. Ona görə övladlarımıza, yaxınlarımıza qarşı diqqətli olmalıyıq, onları diqqətdən kənar qoymamalıyıq və o hər hansı bir əlamət görərkən gedəcəyimiz ünvan da həkim psixiatr olmalıdır. Bax, elə uşaqların söylədim, bax, konversiyon pozuntu və epilepsiyadan danışırıq. Mən istəyirəm ki, bax, uşaqlarda və böyüklərdə bu iki pozuntu daha çox hansı yaşlarda müşahidə olunur. O barədə də qısa olaraq məlumat verək. Mən harada nəyi unutmuşam, siz çox gözəl yerdən sual verirsiniz. Konversiyon pozuntu, belə deyək ki, qeyd etdiyim kimi psixiatrik bir pozuntudur, amma anadan gəlmə deyil. Konversiyon pozuntu sonra yaranır. Adətən 10 yaşın üzərində yeniyetməli çağı yetişəndə xüsusən qız uşaqlarında olur. Xüsusən o hormonların oynadığı vaxtda artıq. Menstrual sikl başlayan müddətdə, hormonal artıq dəyişiklik gedən müddətdə olur. İnanın Günay xanım, hal-hazırda nə qədər pasiyentim var ki, xüsusən qız uşaqları da 11, 12, 13 yaşında deyərdim ki, gündəlik olaraq iki xəstə ən azından var ki, qız uşaqları konversiyon pozuntu ilə gətirir. Həmin müddətdə bizə valideynlər yazır, özünə qapanıb, evdən çölə çıxmaq istəmir, başını yumaq istəmir, saçı yağlı şəkildə gəzir, özünə baxım etmək istəmir, heç kəslə danışmaq istəmir, mənə qarşı çox aqressivdir. Kənardan da deyirlər ki, elə yaşıdır, fikir vermə, qoy bu yaşı keçsin, düzələcək, amma düzəlmir axı, vəziyyət daha da gərginləşir. Mən adını çəkmək istəmirəm, bir neçə gündə elə sosial şəbəkələr yalnız bu xəbərlərlə doludur, çox təəssüf olaraq danışıram, özüm də belə təsirlənirəm, ehtiyatlı olaq. Bizim efir üçün şey deyil, amma mən profesional sahəm əslində intiharlarla bağlıdır. Bir dəfə əgər izniniz olarsa o mövzunu ən azı depressiyadan girib biraz maarifləndirmək istəyərdim cəmiyyətimizdə valideynlərimizi. Çox acınacaqlı bir məqamdır. Çünki övladı ilə evdə valideynlərin davranış forması və eyni vaxtda yanlış olaraq həkimlərə müraciət edirlər. Həkimlər çünki bir mövzumuza davam eləyək. Burada fərqdə konversiyon pozuntu ilə epilepsiyada bəbəyin işığa qarşı reaksiyaları. Biz işıq tutduqda konversiyon pozuntu zamanı içəridə göz alması tərpənir və bəbək işığa qarşı reaksiya verir. Hətta əlimizlə açmaq istəyəndə müqavimət göstərir göz qapaqları. Amma epilepsiyada isə əlimizlə açanda göz qapağı rahat şəkildə buraxır. Yəni yumşaq olur da. Bəbəyin də işığa qarşı reaksiyaları tamamilə itirilir. Çünki insan artıq özündə olmur. Necə ki, ətrafın səsləri duymur, nə baş verdiyini duymur, epilepsiya ilə. Yəni, çox zahirən belə oxşar olsalar da klinik əlamətləri fərqlidir. Konversiyon pozuntu zamanı şəxsdə, belə deyək ki, hər hansısa bir yaralanma olmur. Kəllə-beyin travması almır, amma epilepsiya qəfildən, anidən, asfaltda yol gedərkən baş verir. Şəxs yıxılır, kəllə-beyin travması alır. Dişləri sınır, dilini dişləyir. Dili bəzən olur ki, şəxsin dili o qədər sürətli tutma verir ki, dil ağızdan bayıra çıxır, atlanır, yəni belə deyək də, dilin kəsilib atılması müşahidə oluna bilər. Bu ağır bir görüntüdür. Daha sonra konversiyon pozuntu zamanı bayaq qeyd elədim, burada müqayisəli olaraq da deyim, fizioloji aktlar saxlanılır, qeyri-iradi sidik nəcis ifrası olmur, ağızdan köpük gəlmir, amma epilepsiyada bəzən də olur ki, qeyri-iradi nəcis sidik ifrası olur, ağızdan köpük gəlmə müşahidə olunur. Bir də bayaq çox maraqlı bir məqama toxundunuz. Bəzi məqamlar var ki,
o insanda həm konversiyon pozuntu, həm də epilepsiya, bir şəxsdə ikisi də müşahidə olunur. Nə olur? Deyir, doktor, getdik epilepsiya diaqnozu qoydu, amma dərman veririk, düzəlmir. Və yaxud da getdik filan psixiatra, qoydu konversiyon pozuntu, yenə düzəlmir. Burada bir deməli, yanaşı bir xəstəlik daha var. Kombinə olunmuş formadadır. Bəli. Bu pozuntu zamanı həm epilepsiya, həm konversiyon pozuntu var. Hər iki tutma bir şəxsdə var. Nə olur? Şəxs birinci epi tutma verir, 2-3 dəqiqə davam edir epilepsiya, ardınca keçir konversiyon tutmaya uzanır. Bəzən 2-3 saat şəxs ayıla bilmir. Bu halda biz müalicədə həm psixiatrik yanaşma edirik, həm də ki, qarşıda görülən epi tutmaların qarşısını almış ola bilirik. 35 yaşında bir qadın yazır bizə, xanım yazır, deyəsən bilmirəm. Qızım deyir, çox həyəcanlanan kimi əlləri titrəyir, birdən-birə danışığı tutulur. Bu epilepsiya ola bilərmi, yoxsa konversiyon pozuntu və yaxud psixoloji tutmadır? Bu adətən həyəcan təşviş pozuntusunda anksiyete ilə başlayır Günay xanım ilk növbədə. Anksiyete daha sonra dərinləşəndə keçir konversiya verir, konversiyon tutma verir, çevrilmə, bayaq ki dediyimiz daxili aləmində gərginliyi atlata bilmir, verir digər reaksiyalarla. Məsəl üçün, ələ ayağı uyuşur, keyir, yıxılır, halsız o. Bir də elə tutma, konversiyon tutma var, belə olur. Günay xanım, sakitcə dayanır, süst, tərpənə bilmir. Eləsi də var ki, yerdə sirkələnir. Yəni, individual olaraqdır şəxsə. Dəyişə bilir. Konversiyon pozuntunun o qədər çeşidli növləri var. Mən indi pasientlərdən örnək gətirsəm, inan verilişin vaxtına sığmaz. Çox çeşidlidir. Doktor, biri də gəlib sualın, bu 17 yaşlı qızın bir anası yazır, deyir, qızım emosional stres yaşadıktan sonra ayaqları tutuldu. Bu nə ola bilər? Stresdən sonra ayaqlar tutuldu. Bu da dissosiativ konversiyon pozuntunun bir növüdür. Ayaqları tutula bilər, bayaq dediyim, dil tutula bilər, göz görməyə bilər, qulaq eşitməyə bilər. Əgər burada digər beynin üzvü mənşəli pozuntusu inkar olunubsa, beyində hər hansısa bir törəmə fonunda ayağa verən, yəni belə deyək ki, beyində törəmə yoxdursa və belə deyək ki, onun mane olacaq, yeriməyinə mane olacaq bir şey yoxdursa, bir pozuntu yoxdursa, bu halda artıq psixiatrik bir pozuntudur, müalicə olunacaq və sizin uşağınız yeriyəcəkdir. Demək, bugün haqqında danışdığımız hər iki mövzu ilə bağlı istəyirəm səslənim sizə. Konversiyon pozuntu və epilepsiyadan danışdıq. Hər iki mövzu ilə bağlı dəyərli həkim psixiatrımız Aytən Namazovaya müraciət edə bilərsiniz. Bir daha doktorumuzun qəbul nömrələrini, əlaqə nömrələrini qeyd edirəm. Suallar həddindən artıq çoxdur. Bacardığım qədər oxudum təbii ki suallarınızı. Doktorun özü ilə əlaqə saxlayıb qəbuluna yazıla bilərsiniz. 050 377 54 22 099 377 54 22. Son olaraq doktor istəyirəm bir daha səslənəsiniz tamaşaçılara. Aha, nə gözəl. Heç belə necə gəldi, keçdik. Bəli, mən də doymadım. Son olaraq nəyi demək istəyirəm? İstənilən psixiatrik xəstəliyin nə olmasından asılı olmayaraq, həmişə müayinəmə gələn pasientlərə deyirəm. Bəzən girirlər içəri, bunu mövzudan kənar olaraq deyirlər. Deyirsiniz, Aytən doktor, deyirəm mən. Bəlkə bilmirəm nədəndir, bəlkə başqa həkimlərin qəbuluna gedib nələr görüblər, bilmirəm. Hər bir pasiyentə öz yaxınım kimi individual yanaşıram. Zəng eləyəndə özləri bilirlər. Müayinəmdə olublarsa nə deyirəm? İndi bizi izləyən pasiyentlərimi salamlayıram. Deyirəm, şəklinə resepti göndərin, sonra əlaqə saxlayın. Niyə? Mən hər birinizi tanıyım. Əlaqə saxlayanda mən heç bir şəxsi, yəni, çünki həkim, psixiatr onu görmədən bilə bilməz hansı pasiyentidir. Mən onu görərəkdən aylar ərzində artıq müşahidə edirik və telefonda belə həmin pasiyenti nəzarətdə saxlamış oluram. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun Günay xanım. Var olasınız. Çox sağ olun, dinlədiniz. İnanın ki, sizinlə söhbətdən doymaq olmur. Çox savadlı, işini bilən, illərini bu peşəyə həsr edən, gənc görünməsinə baxmayaraq, amma doğrudan da çox gözəl bir mütəxəssisimiz, həkim psixiatrımız Aytən Namazova idi qonağımız. Minnətdaram sizə. İnşallah növbəti cümə gününü gözləyirəm ki, növbəti mövzuda danışaq. Bir daha qeyd edirəm, dəyərli doktorumuzla əlaqə nömrələri 050 377 54 22 099 377 54 22 həkim psixiatr Aytən Namazovanın qəbuluna yazıla bilərsiniz. Qısa aradan sonra yenə çox dəyərli bir mütəxəssisimizlə, yenə çox maraqlı bir mövzuda söhbətimiz davam edəcək.